vaxtınız xeyir olsun. Hava qaralıb, onun üçün də axşamınız xeyir olsun. Kim səhər baxacaqsa, sabahlarınız xeyir olsun. Gününüz həmişə uğurlu olsun. Mən hal-hazırda Mərdəkandayam. Baxmayaraq ki, gözəl ailəsi var, amma tənha yaşamağı sevən, məşhur, amma qanmaqamla daha çox tanınan, ürəyi təmizdir o insanın. Əlim Rəliyevin evinə qonaq gəlmişim. Tək gəlməmişəm, Fərhadla gəlmişəm. Döyüm gömüm. Ha! Oo, ne güzel insanlar. Necəsiz Ne aziz xələf insanlar. Necəsiz? Nə var, nə yox? Sen de hoş gelmişsin. Çox. Gel gibi içeri. Ay, Əli bəli. Bəli. Nə təsiniz, nə var, nə yox? Yerinməyəlim, yaxşıyam. Bax, sizi belə sağlam gördüm, çox sevindim. Bax, mən... Cama acığınıza. Mənəm. Mənəm. Doğrudan da sizi belə pozitiv həmişə görmək istəyirəm, həmişə. 77 yaşında pozitif olar da insan. Neçə yaşında olmalıdır pozitif? Əli mənim, bax, mən... İndiki uşaqlar heç 60-a çatmayacaq. Avtomobili göstərək. Neyi göstərəcəksə? Maşındır da. Maşın sizin maşınınızdır. Yox. Prakatdır. Maşallah, nə edirsin maşın? Ha, kişinin həyətində maşın özünki olardı, özgənki olmaz axı. Özgənin maşını burada nə azları var bu maşının? Qəşəngdir ha. Əli mən bir dənə söz dediniz, bir dənə belə qoyaq. Di görək. Maşının üstünə qoyaq. Bunu belə. Ay Əli mən bir dənə söz dediniz. Di görək. Gəl, yanıma gəl zəhmət olmasın. Gəlim yanıma. Bəlkə sən mənim yanıma gələsən. Ay əskə. Görsənmirsiniz, ona görə. Hər yaxşı Bax da gəldin. Fərhad, bax gör necə pozitivdir. Deyirəm ki, pozitiv o. Pozitivlik insanı cavan saxlayır. Fərhada deyirsən? Mən dedim ki, siz Tək Fərhaddır bir yan. Fərhad kimi 1 milyon cavan uşaqlar var, pozitiv deyirlər. Fikirlidirlər yazırlar. Fikir edir. Fikirlidirlər. Çünki problemlər çoxdur ona görə. Amma başa düşmürlər ki, ömür də qısadır ya. Sən onu fikir etdikcə, sən ömrünü qısaldırsan daha da. Deyim, heç vaxt fikir, ona belə çıxır ki, heç vaxt siz fikir Yox, fikir eləmək olar, belə sən düşüb dərindən, mən neyinəcəm? Heç, həmişə pozitiv nə deməkdir? Özünü şey verirsən də, duh verirsən ki, yox, mən basılmayacağım, mən mübarizə aparacağım, mən heç vaxt təslim olmayacağım, nəyəsə. Eşit, dana, eşit. Eşidirsən, danasız. Evə keçə bilərik, keçək evə. Gəl görək. Biraz səhər, eşitdə Fərhad gördün nədir deyim, həmişə üzün gülsün. Tək kamerada yox, həmişə üzün gülsün istəyirəm. Səs o üzümü sən güldürsən ki. Ay! Bu sənin verilişin adı nədir ya balam, hə? Ailə canlı. Bəh, nə yaxşı. Allah xeyir versin. Sağ ol, çox sağ ol. Allah xeyir versin, xeyirli olsun. Təşəkkür edirəm, çox sağ ol. Sağ olsun. Bir müddət əvvəl xəstəxanada oldunuz, biraz səhhətinizdə problem oldu. Yəni, bilirəm ki, ailəniz sizi çox istəyir, sizə çox dəyər verir. Bu da, yəni, bütün bunlara baxmayaraq, Əli, bütün bunlara baxmayaraq, Əli. Mənim müəllimdir mən, Əli. Biz dostuq sənə, müəllimsin. Sonra deyəcək ki, yaşda böyüdü, Əli. Ay, yox, xeyr, kim nə deyər? Qınamayın sonra deyəcək. Mən deyirəm ki, mənim müəllimdir mən. Mənim müəllimdən azğım gəlir. Yaxşı. Mən oxuyandan müəllim olmur. Oxuyandan oxuya bilən, ya oxuya bilməyən olur. Buyur. Hə, Əli, nə demək istəyirəm? Yaxşı, Əli deyirəm. Nə demək istəyirəm? Bax, gözəl, bir deyək də, xanımım var, övladım var, nəvəm var. Nəticəm də var. Nəticəm də var. Doğrudan, maşallah olsun, Allah saxlasın. Qız uşaq, Arzudadır. Allah saxlasın. Qızımın qızıdır. Allah saxlasın. Qızımın nəvəsidir, qızımın. Niyə Əli tək yaşamaq istəyir? Tək qalmaq istəyir? Mən bəyəm. Şəhərin mərkəzində eviniz var, maşallah olsun. Evlərim var. Evləri var. Ha, bəli, təzə pirin altında. Niyə? Gözdür. Daha neçə il işləyirsən olmalıda? Cəmaat dünən bugün 3 dəfə televizor açıq villası var. Mənim desə köhnə ev eşiyim olmayaydı. Olmalıdır. Təzə pirin altında. Hətta mənim Nərdaranda da bağım var. Maşallah olsun. Mərdəkan qızımın adınadır. Mənim adıma da qızımındır da, bir sözlə. Niyə tək yaşamaq istəyirsən həmişə? Tək qalsan həmişə? Mən necə tək qalıram? Mən tək, bilsən, indi o 91-də rəhmətli Gülarə xanım, bizim Damuzun rəhbəri, faciəli ölümü. Bu birinci mənə zərbə oldu. Travma. Travma ki, mənə yox, bütün müğənnilərə. Böyük bir zərbə gəldi. Çünki mən heç vaxt televizya gedib deməmişəm, mənə buraxın televizora, mən nə bilim. Mən oranın solistə olmuşam. Yəni, Teleradio Şurasının nəzdində olan, yox.
Tam uzun sürmü, tam ansambulda. Solist. Oranın nəzdində. Mən onu solist dedim. Necə oldu tək qaldınız? O mənə dedin. Gəlirəm də. Onu deyin. Necə oldu tək qaldın? Aha. Tək qalma gəlirəm sənin üstə. Anam 9 ay səni necə saxlayıb? 6 ay, hə. 6 ay. 7 ay. 9 ay. Sən 6 aylıq çıxmısan. 7 aylıq olmuşam mən. Hə, ona görə də. Mən deyirəm bunu. Mən 9 aylığam, normalində olmuşam. Mən anormalam onda. Hə, 7 aylıq Amma necə oldu tək qaldın ay Əli? gəlirəm də o mətləbə. dedin də. Döşdarıxırsın. Cəmaat qoy nigaran qalsın. Necə oldu gəldi. Niyə tək qaldın? Sonra gəldim, uşağı qoydum Türkiyədə, çıxdım gəldim. PAF takımında oynayır orada Türkiyənin ikinci sastavında oynayırdı. Gəldim bağa. Mərdəkanda mənim bağım vardı. Bu bura var idi əvvəldə. Bura yox. Başqa yerdə. Dəniz yolunda. Mənim 3 dənə bağım vardı. Qızılqumda vardı bağım. Maşallah. Hə. Mən Onda işlədik, ev almısan da, yəni belə. həmişə mən gedib bahalı maşın sürməmişəm, ev eşiyi almışam. Mən gedib o birisilər kimi bahalı maşın sürməm, maşınım olsa özü kvartirant qalır. Elə şey olar, olmur axı. Kişinin növü olar. Çünki mənim atam kasıb evdə böyümüşəm mən. Ev 2 dənə otağımız vardı, ancaq yerləşirdik. Yatanda da yerdən anam yer salırdı. Tepik vururlar, son 5 il məndim. Tepik orada giləm Neçə gedir. bacı qardaş olmusunuz ki siz? 4 başı 4 qardaş. Sağdılar onlar. Yox, hamısı ölüb. 2 dənə qalmışım. Biri mənim, bir də Gülgez bacım. Sultəpədə olur. Hə, getmişəm, onlarda olmuşam. Ay sağ ol, həmən Həmən xanım, hə, bildim, hə. O məndən böyükdür. Və tək yaşamağa qərar verdin, Və gəldin. gəldim bağa gəldim. Elə bir bağda mən də göyərçin bazam axı, göyərçin, qoyun itim mənim həmişə olub həyətimdə. Uşaqlıqda da məhəlləmizdə, Sovetskida itim də vardı, göyərçinim də vardı. Damda saxlayırdı. Bəli. Sovetskida həyətdə balacalar axı. Nəysə. Burada Mərdəkan bağda şəhərə getmirdim. Bilsən niyə? Toyum olanda oradan gedirdim toya. Amma paltarlarımı gətirmişdim, qoymuşdum burada. Yoldaşım götürdü ki, sən gəlmirsən məhəllə, cəmaat verib, mən səndən ayrılmışam. Qeytim axı, mənim cəmaatın fikri maraqlıdır. Oturmuşam, başım sakit. Nə görüm, nə ürəyim bulansın. Gəlmirəm, getmə. Apardı məni təkliyə. Gəl qoldum təkliyə. Ailədə problem yox idi da, yəni evdə Yox, gedərdən. nə problem, mənim ailəm həmişə yanımda olub. Bir ara şayə yayılmışdı ki, ayrılmışsınız. O Qələt heç vaxt mən ayrılmamışam. Necə ki, mən yalandan ayrılmamışam axı. Özümə ayrı. Mən o vaxt, mən qəzetdə işləyəndə. Yox, mən bağa gəlib gedim. Mən bu gün də şəhərdə qalanmıram mən. Mərdəkanı əvvəldən bilirdim ki, lövbərimi bura salam. Çünki niyə Mərdəkanı seçdim? Mənim bacım, böyük bacım Humayr bacım Saray kəndində ərdə idi. 11 dənə uşaq doğmuşdu. Maşallah. Allah, futbol komandası. Trenerdi, əriydi, kapıda komandası özüydü. Yəni bilirsiniz, 8 oğlan, 3 qız, 11 avşa, öyün dağılmasın gerek. Siz o şəhərdəki o sıxlıqdan, problemlərdən uzaq olmaq üçün tək qalmaq istəmisiniz? O müddətdə, hə. O müddətdə, hə. Sonra öyrəşdim oranın havasına. Hə, sonra öyrəşdim. Yox, hava, əsas həmişə maşınlarım olub. Maşınım yox, maşınlarım. İndi zamanatım bir dənə maşınım, mənim 3 dənə, 2 dənə maşınım. Nə dedim o maşınları? Hepsini bir sürüdüm, Stroydan çıxırdı. Əli Mirəliyev deyəndə qalmaqal, dava, mübahisə, söz atmalar, yəni bunlar çox olurdu da. Yəni bunlarla daha çox gündəmə gəldin sən. Yəni Səda şəbəkələri paylaşdılar falan. Yox. Yəni necə oldu? Bax, niyə Əli Mirəliyev? Çünki mən bilirəm ki, deyirsən bax televiziya, dövlət televiziyasının danıluzunun solisti olmusan. Yəni bir sənətçi kimi də. Yəni Əli Mirəliyev gördü ki, sənətçi kimi belə gündəmə gələ bilmir. Yox, onu sən kimi qalmaqalçılar elə yaratdılar. Sənə bənzər. Bəli, sən. Çünki əgər mən sözün düzün deyirəmsə, niyə görə qalmaqal qoyursun mənim adımı? Əgər mən bu sözü mahnını bilirəmsə, bəstəkarın bir dəqiqə deyəm, bəstəkarın bilirəmsə, sən də çıxıb hindiki oxuyanlar bəziləri var. Onlar hindi gəliblər bugün mənə deyirlər, bu haram oxuyanıdır. Haram sən oxuyanısan, mən dövlət oxuyanı olmuşam. Sən hansı musiqi ocaqda böyümüsən? Yaxşı, onlardan danışmıyor. Yenə qalmaqal eləmir. Qalmaqal eləmirəm. Necə oldu? Mənim danışığım, mənim danışığım, sən açsan 94-cü ilin mənim televiziyada danışıqlarım, bilirsən ki, bu əhlidir ki, indi belə danışır. Hə də, görmüşdü o vaxt. Atam gedib baxırdılar da sənə onu. Yox, bir dəqiqə. Bu adam
deyərsən, ölümünüzdə bəlkə qışqırıq Hə. Bunlar mənə qışqırtdılar. İndiki müğənnilər, dırnaq arı, müğənniciklər. Onu demə də şeydir, sənin kimi qalma-qalsı jurnalistlər, müğənniciklər deyəndə. Müğənniciklər yox, jurnalistlər də qoşuldu olar axı. Müğənni deyil. Jurnalistləri qınamayaq. Yox, aparıcılar da yəni. Yox, jurnalist yox, aparıcılar. Həmkarlarım da demirəm. Yox, aparıcılar, jurnalistdən danışmır. Aparıcılar yox. Televizor aparıcı olmur. İndi biz görüşmüşük, düzdür? Bax, mən sizə demirəm ki, qalmaqal eləyək. Deyirəm, yox, demirəm. Demirəm ki, qalmaqal eləyək. Qalmaqal qoyublar adamı da, nə deyəcəksən? Demirəm də. Siz o gənc həmkarlarınız var ya, hansı ki, səsi yoxdur, amma tanınırdı, pulu var, qazanır falan. Gənc ölləri yaşlıdırlar. Yaşdaşıblar. Yenə olmaq istəmirəm, qalmaq eləmə. Demək istəyirəm ki, Əli Mirəliyev, məhz o bəzi dırnaqarası həmkarları var ki, onların ünvanını dediyi sözlərdən sonra biz jurnalistlər, aparıcılar, onları bax sizi dəvət edilər verilişlərə, siz başladınız danışmağa. Bəziləri dedi ki, Əli Mirəliyevdən istifadə edirlər, TQQ istifadə edirlər və s. Yəni Əli Mirəliyev sözün düzünü dediyinə görə oldu. Musiqiləri bildiyimə görə. Şairlərin adını bildiyimə görə. Amma öz aramızda, yəni bəzi müğənnilər, bəzi tanınmış sənətçilər var ki, onlar üçün də deyirdin ki, səsi yoxdur, oxuya bilmirəm, amma sonra barışırdın da onlardan da. Barışmırdım. Mənim özüm aparıcı oldum, ona görə onlara yola verdim mən. Dava eləyib onlarla. Gəlib çıxıblar o yerə ki, xalq əfsanıblar. Əməkdar bir dəqiqədə, əməkdar əfsanıblar. Çörək pulu qazanırlar. Çörək pulu gəl başqa şeylə qazan. Musiqidə çörək pulu olmur, idmanda çörək pulu olmur. İdmanda ya bilməlisə idmanı, növünü, futbolistsən, futbol oynamağı bilməlisən, güləşsən, güləşməyi bilməlisən, judosan, judonu. İdman da bir dəqiqə deyəm. Əgər musiqiyə gəlmisənsə, sən musiqidən qandığın qrafa yoxdursa, sənin ixtiyarın yox, sənədisin müğənni. Bəli, ixtiyarın yoxdur. Çünki sən müğənni deyilsən, müğənniciksən. Müğənniciklər sizə aiddir, mən deyirəm. Amma siz bilin ki, bu kişi musiqini hələ belə başın ağarmayıb. Qalmaqala qarışmır. Qalmaqal deyil, TikTok. TikTok platforması var. Orada məsələn də TikTokda biraz tanınan kimi başlayırlar, gedirlər studiyaya 5-10 manat verirlər, başlayırlar oxumağa, mahnı oxumağa, səslərini düzəldirlər kompüterdə. Səncə necə olur o? Bax. Səslərini düzəldirlər. Bəli, sən başa düşkən bu... Mən də Fərhadla oxumuşam. Qulaq, bir də bilirəm, sən də o yolu gedinsən. Amma mən toylara falan pul qazanmaq istəyirəm. Yox, söhbət toydan gedin. Bunların səsi detondur. Deton sizə nə deməkdir? Mən çalıram soldan, sən oxuyursan şəbimoldan. Bax, gör mənim səsim var. Üstümüzdən keçdi külək, sən zərafat, nay. Yox, sən indi qulaq. Nə oxuyuram? Getdi ora, gəl. Gəl buraya gəl. Bax, indi sən deyirsən ki, mən üstümüzdən əsli külək. Sən görün... Əsli küləyə keçdi külək yox. Piyanonun. Yəni, bir var ki... Bir dəqiqə, gəl. Qoy ora, Fərhad. Bunlar notdur. İndi sən mənə bir dənədir. Nə oxuyum? Əziz insanlar, əziz musiqi sevərlər, qulaq asın. Mən bunun səsinin tonunu yoxlayıram. Bu nə səsdir? Nə eşidirsən? Qalın səsdir. O birislər də sana kimi nə bilim deyirlər, oxuyanlar. Soldandır, ha? Yox. Yox, bu nə tondur? Nə eşidirsən? Qalını bariton. Hala bariton yox, adı nədir? Necə səsi kökləyərsən buna? Gördü? Bak bu neydi? Bu da değil. Aynı gece serin külək Geçəmə. Halasma. Aynı gece serin külək geçəmə. Hər yanımız ətir saçan yaz. Yaxşı, aydın oldu, qulaq asma. Səsi var. Birinci, yox, tonikanı bildi, əsas odur. Sən bilmədin. Mən müğənni deyiləm axı. Müğənni deyirsən, başımdan danışırsan böyük. Yox, deyirsən ki, mən üstümüzdə əsli külək, üstümüzdə əsli külək yox, sən mənə bu tonikanı ver, bax. Bu nə səsdir, bir dəqiqə sən deyəm. Mən tonikanı saça qoyanda bilirəm, tonika vururlar başa. Mən o tonikanı bilmirəm axı nə deməkdir. Nə köküdür bu? Eşitdiyin nədir?
Var. Var. Elif. Yoxdur. Yox. Yoxdur. Səsim yoxdur. Hüsnün gözəl ayətləri Sevgili cana. yəcmi lüblü yalanlar. Yox, məndən müğənni olmaz. Vay. Mən o bilmirəm, tonika, tonika ancaq rəng bilirəm, saç rəng Yox, vururlar, tonika yox, tonika ruscadır. Mən Azərbaycanca O nə da? nə köküdür bu? Saatdır. Saatdır, qorxma. Ayda. Kremli saat, bəli, Uşaqlar. saatdır. Uşaqlar nədir? Əzizlərim, bu saatdır qorxmayın. Saatdır. İçində Ayda. heç də yoxdur. Al, kremli saatıdır. Gör neçə ilin saatıdır. Olmadı ki. Mən özüm də neçə ilin kişisiyəm. Qəşəngdir. Dedim gəl bir yerdən gəlmişəm. Xacım heç olmasa mətbəxin yerini göstər, bir stəkan çay içəm, boğazım qurur. Anadolu'dan da çay var ha, deyəm. Əli çay sizin bizim üçün. Bəli. Bu mən dəmləyərdim də istəyirsən. Az dəmləmişəm də, deyəm bir daha. Dəmləmisən oje. Hər şey hazırdır. Nə Bir də içməyə qalıb. Ayda köynə çayniklərdir. Hə. Nə var? Yox, mənim çayniklarım təzə də var. Bəs O da yemək kim bişirir bəs? yoldaşım gəlir də. Ay yox, hə, yoldaşım bişirir yemək görə. Ha, yox, gəlir hər yazım. Özüm yemək bişirə bilirsən? Xeyr. Dolma. Nə? Yo bilmirəm, stiralni maşında nə də ki ütləməyi bilirəm. Doğrudan. Hə. Deyirsən onu da bilməyidim. Bunu doldurdu, bu yancıq qaldı. Görmürəm axı, ona görə Canım vermə sizin, ayalı seçsin. qurban olaram, vermə sizin, vermə Yəni. sizin. Bəsdir. Yəni. Gəl mənim paramda deyəm. Yəni ya yandırar səni. Həri. Allah həri. Mənə deyirlər ki, sən asta danış da, danışanda. Dedim, əziz izləyicilər, belə hələ danışırdım, amma gördüm, yox. Elə ki başladım danışmağa, Bakı ləhcəsində gördüm, ha, tutdu. Onu da bilərəkdən qalmağa eləmişəm. Yox, qalmağa başqa şey. Yox, sözümü deyirəm, sən danışmıram səninlə. Danışırsan məndən, qışqırış Bir də, qışqıra nə üçün danışıram? Nə üçün danışırsan? Çünki bu qışqırmasa o, bu adam başa düşmür. Misal bu. O adamlar. Özü bilərəkdən qışqırır, görürsünüz. Hə? Bu çayı da sənin üçün gətirdim Fərhad. İç cana gəl. Özünə süzdün. Bəli. Vay, köynə kişilərin saçdı. Mən atımda da var idi bundan. Patistakım, mən həmişə bu ilə çıxmışam, uşaqlıqdan. Sənətçi, müğənni Əli Mirəliyev yox. Mənə ata, bilirəm ki, çox gözəl atasan, babasan və həyat yoldaşısan. Onu çox gözəl bilirəm mən. Yəni səni tanıyanlar da bilirlər. Bir ata kimi, bir həyat yoldaşı kimi sadəcə məsləhətini ver. Atadan başqa elə baba, ulu babayam. Ulu babasan. Bir ailənin uzun ömürlü olması üçün siz tək yaşayırsınız. Öz xasiyyətinizə görə tək yaşayırsınız ki, mən nə bilim əsəbləşməyim, dava eləməyim, evdəkilərə mane olmayım, yəni bu xasiyyətimdən. Bunu istəyirəm özə çıxartmaq ki, Əli Mirəliyev, yəni bir ata kimi, bir həyat yoldaşı kimi, ailə başçısı kimi bir məsləhət versin. Necə olsun ki, ailələr dağılmasın. Ailə canlı olmaq üçün əzizlərim, vazım deyil, sən içində ailə canlısan. Sən həyatda olan hərəkətinlə onu bildirməlisən sən kimsən. Amma belə dildə filan kəs ailə can xeyr, o söhbət deyil. Sən qıraqda gəlib arvad uşaqla zülm edəcəksən, sən kişi deyəcəklər, xeyr. Sən o adam layiq deyilsən. Amma sən həyatda olduğu kimi görünsün, onda ködür. Yoxsa ködür, nə oldu? Vəssalam. Yenidən evlənsən, yenə eyni xanımla ailə qurardın? Həmişə. Həmişə. Və biz indi yavaş-yavaş sağollaşaq, ailə canlı bir iş olaraq. Fərhad, Əlinin eşitdin də, yəni tövsiyələrini eşitdin. Ailə canlı olmaq üçün nə etmək lazımdır? Fərhad çox çılğındır, amma onun qorxusu yoxdur. Qorxusu yox. Sakit olsa nə var dilindədir, ürəyində yoxdur. Təşəkkür edirəm Əli, bizi dəvət etdiyinə görə. Özündən müğayət olun. Sağ olun, Əli müəllim. Sağ olun, var olun.